3 nəfər adam qılınc götürüb gəlib Peyğəmbəri öldürməyə. Özü düşmənçilik səbəbindən. Peyğəmbər sallallahu əleyhissalamı göndərir, deyir, get, onların ikisini öldür, birini filan əlamətlərdə olanını nə badı öldürəsən. Həzrət Əleyhissalam deyir, gedir, onları yolda tutur, onlarla vuruşur, ikisini öldürür, biri ilə elə vuruşur ki, öldürməsin, onu diri tutsun. Axırda onu tutur, əsir eləyir. O deyir, xahiş edirəm, məni öldür, mən özümə ar bilirəm, tənəzzül düşüm, müsəlmanların yanına getmək. Deyir, yox, mən səni öldürməyəcəm, aparıram səni Peyğəmbərin yanına. Gətirir Peyğəmbərin huzuruna, deyir, məni niyə öldürmədiniz? Deyir, mənim Allahım əmr eləyib ki, səni öldürməyim. Peyğəmbər buyurur. Deyir, axı, mən sənin Allahınla, səninlə düşmənəm, indi əlimi açsız, səni öldürərəm. Bu qədər mən sizlə düşmənəm. Deyir, amma mənim Allahımın sənin bir xüsusiyyətindən xoşu gəlir. Deyir, hansı xüsusiyyətdir o? Deyir, mənim Allahım mənə xəbər verdi ki, o gizlində fəqirlərə kömək edir, bu ruhunda bunun ağalıq var. Allahın bu əməlindən xoşu gəlib sən. Deyir, fikrə getdi, dedi, oradan sənin Allahın belə gözəl Allahdır, dedi, bəli, mənim Allahımdır. Dedi, onu da öyrət mənə, ona iman gətirib yolunu öyrət. Orada şəhadət gətirir, müsəlman olur. Demək istəyir ki, adam bəzən bilmir, elə bilir Peyğəmbərlə düşməndir. Onların içində o fəzilətləri tapıb çıxartmalıyıq, tez təkfir eləməli deyilik.